düşmədim hə? Sən mənim evimə oğurluğa girirsən hə? Hə? Ben izah edeceğim. Senin biraz problemler var da ona göre de ben... İzah eləyəcəm nə də? Mən sən xəyanət üstə tutmuşam, mən nəsə izah edəcəm. Oğurluğa tutmuşam, sən oğurluğa girmirsən mənim evimə. Niyə girmirsən denən görürüm, nə istəsən mənim evimə? Ben biraz yani de derim de borcum var idi da. Yani ben biraz işler var idi. O işleri görürdüm. Yani ona göre de bir mecbur oldum girdim. Başa düşmədim. İndi hər kredit borcu olan gəlib mənim evimə oğurluğa girməlidir. Mənim də Dünya Bankından kredit götürmüşəm, borcum var. Neyim ki, BMT'nin birasına gireyim. Yo size onu hiç kim mecbur edemir ki siz girəsiniz. Üzr istəyirəm, zək gəlir edir. Onlara cavab vereyim. Götür. Götür. Şimdi Padenlikindir. Bir de bakın diyeceğim. Yo Padelik'im değil ama ele bir şeydi. Hə, oğurluğa bir girmişsən. Yo kreditli bir yerde götürmüşüz. Əslində sözün düzü mən götürməmişəm. Mənə götürüb krediti. Bir də qulaq as, bir də qulaq as bax. Belə qudurmusan, mənim üzümü atboy eləyirsən. Yadından çıxıb dalımca süründüyüm vaxtlar. Səni belə yaşadacam. Ay bax belə, ay bostan belə. İndi moddan düşmüşəm Rafiq. Gedib başqası ilə gəzirsən, mən zəf vuram atboy eləyirsən. Mən cavab ver Rafiq. Gördüyün qədər. Beynim dağıldı ki. Allah köməyin olsun. Gördün necə sürətli daha Prosto onu 2x-ə qoyma. Onu normal səsə qoy. 2x-a qoymamışam ki. Buyurun, anadan gəlmə 2x-dan danış. Olanmaz elə şey ki. İnanmırsan? Yox, zəng elə. Ala zəng edeyim bax. Qoy götürsün. Rafiq, sən qudurmusan, nə atboy versən üzümə? Kimlə gəzirsən sən orada? Yadından çıxıb o vaxt dalımca sürünməyin. İndi moddan düşmüşəm, üzümə atboy verirsən. Ürəyim sıxıldı, söndür. Gördün? Ay Allah köməyin olsun hə. Bu o qədər 2x-dan danışır ki, həyatımızda 2x gedir. Uşaq 9 aya dünyaya gəlmişdi. Daha doğrusu gəlməliydi. 4 ay yarıma doğum uşağı. 2x'di da, həyatım 2x'di da. Mən neyim qardaşım?